Salam hər birinizi yeni videomuzda xoş gördük. Bugünkü qonağımız Adil Rəhmanov, Devcommerce şirkətinin təlimçisi və dəstək qrupunun rəhbəridir. Bugün Adil bəyə ümumiyyətlə eBay haqqında ən çox verilən suallardan bəzilərini və ən önəmli sualları verəcəyik və o da bizim üçün cavablayacaq bunları. Buyurun Adil bəy, biraz özünüz haqqında məlumat verin. Salam Yusuf bəy. Təşəkkür edirəm mənə dəvət elədiyinizə görə. Biraz özümlə bağlı məlumat verim. 3 ildir eBay dropshipping-ilə məşğulam. Əlavə olaraq da eBay təlimçisiyəm və dəstək komandalarının rəhbəriyəm. Bu müddət ərzində həm eBay ilə məşğul olmuşam, həm də Amazon biznesim mövcuddur. Və bunun belə deyim də sizə nəticələridir ki, hal-hazırda tələbələrə yüksək səviyyəli bir xidmət də göstərirəm. Əlavə olaraq da eBay təlimçisi kimi fəaliyyət göstərirəm. Adil bəy, indi isə istəyərdim keçid edək suallara. Birinci sualımız ondan ibarətdir ki, eBay-də dropshipping nədir və digər onlayn satış modellərindən nə ilə fərqlənir? Ümumiyyətlə eBay-də deyil, bütün digər platformalarda dropshippingin anlayışı stoksuz satış deməkdir. Stoksuz satışın üstünlüyü orasındadır ki, həm sərmayə tələb eləmir, həm çox rahatdır işləməyi. Əlavə olaraq da risk faktoru yoxdur, məhsulun batması ehtimalı yoxdur. Yəni ümumiyyətlə dünya üzərində ən çox tələb olunan iş modellərindən biri də və hal-hazırda dünya səviyyəsində ikinci yerdə olan iş modelidir ki, dropshippingdir. Bu bütün platformalarda demək olar ki, əsas da eBay-də. Çox sağ olun. Belə demək olar ki, yəni eBay üzərində dropshipping etmək istəyiriksə, belə deyim də, sərmayəsiz şəkildə, rahat formada, risksiz formada başlaya bilərik. Çünki nə anbara ehtiyacımız var, nə də stoka ehtiyacımız var və ilk başlayanlar üçün də ən çox tövsiyə olunanlardan biri eBay dropshippingdir. Eynən, bəli. Çünki eBay dropshipping kimlər üçündür? Əsas mən sizə deyim. Ya büdcəniz var, bu büdcənizi həmən bu biznesə yatırmaq istəmirsiniz və yaxud da ki, sizin ümumiyyətlə büdcəniz yoxdur, tələbəsiz, evdar xanımsınız və sıfırdan bir işə başlamaq istəyirsinizsə, sizə tövsiyəm elə odur ki, eBay platformasında dropshippingə başlamaqdır. Çox gözəl. Növbəti sualı istəyərdim sizə səsləndirim. İnsanlar nə üçün eBay dropshipping ilə başlamağı seçirlər? Ümumiyyətlə insanlar nəyə görə başlayır? Onun haqqında birinci məlumatı verim. Çünki eBay platforması o qədər sadə platformadır ki, həm insanlara müştəri ilə danışıqlarda asan gəlir. Əlavə olaraq bunu da qeyd edim ki, düzdür, müştərilər bizim Amerika vətəndaşları olsalar belə çeviri vasitəsilə, Google Translate vasitəsilə bir-birlərinə daimi olaraq əlaqə saxlaya bilirlər və eBay-də həmən bu bölüm çox sadədir. Sadəcə mesaj bölməsinə daxil olaraq müştəri ilə kontakt əlaqə keçmək olur. Əlavə olaraq belə bir məlumat verim ki, eBay ilə bağlı. eBay bir məktəb kimi düşünün. Siz birinci sinifdən birbaşa 11-ci sinifə keçə bilmərsiniz. Həmçinin bu istəyir stoklu bir satışda olsun, istəyir hər hansısa bir digər iş modelində olsun, eBay-in daxilində ümumiyyətlə dropshippingə başlayırsınızsa, eBay platformasından başlamaq çox yaxşıdır. Komissiyaları çox azdır. Müştəri ilə danışığı burada öyrənirsiniz, izləmə kodları anlayışını burada öyrənirsiniz, məhsulu necə tapmaq lazımdır, bunu burada öyrənirsiniz və bunları bildikdən sonra artıq biznes yönümlü addımlar da ata bilirsiniz. Çox sağ olun. Yəni belə deyə bilərik ki, elektron ticarətə birinci başlamaq istəyən şəxslər yaxşı olar ki, birinci eBay dropshipping-dən başlasınlar və sərmayəsiz, risksiz formada davam edib bir tramplin etapı kimi bu etapı keçdikdən sonra daha qəliz elektron ticarət iş modellərinə yönələ bilərlər. Eynən. Mən özüm konfranslarımda da zaten bununla bağlı, bu mövzu ilə bağlı çox danışıram və biznesə yeni addım atacaq olan şəxslərə də zaten mən bildirirəm ki, əgər siz yeni başlayırsınızsa, ya sərmayeniz var və yaxud yoxdursa, bunun heç bir fərqi yoxdur. Və tövsiyəm orasındadır ki, eBay platformasından davam etsinlər. Təkrar qeyd edirəm, çünki burada komissiyalar çox aşağıdır. Müştəri ilə danışıq qaydası çox sadədir. Zaten eBay elə bir interfeysə malikdir ki, hər şey çox sadədir. Zaten pulun köçürülmə bölməsi, payment bölməsi hər kəsin gözünün qabağındadır. Müştərilər üçün məhsul sifarişinin gəlmə bölməsi də həmən gözümüzün qabağındadır. Əlavə olaraq məhsulun paylaşılması belə çox sadədir. Zaten maksimum 10 dəqiqə vaxtımızı alır. Əgər çox professional səviyyədə bilirsinizsə 5 dəqiqə vaxtımızı alacaq ki, biz məhsulu paylaşaq və o məhsula sifariş də gəlsin bir növbəti günlərdə, yəni belə. Aydındır. Çox qəşəng izah elədiniz. Təşəkkür edirəm. Adil bəy, mən istəyərdim izləyicilərimiz üçün bir maraqlı bir sual səsləndirim. eBay dropshippingə yeni başlayan insanlar üçün ilk addımlar necə olmalıdır?
İlk öncə tövsiyəm orasındadır ki, siz bu işə başlamazdan öncə peşəkar şəxslərlə bir konsultasiya aparın, bu işi maraqlanın. Daha sonra özünüzdə bir fikir formalaşsın. Bunu nəyə görə deyirəm? Çünki ətrafınızda olan insanlar sizi həvəsdən sala bilər. Bu sənlik deyil, sən bacara bilməyəcəksən, deyən insanlar çox olacaq və sizi həvəsdən salan insanlar çox olacaq. Tövsiyə edirəm ki, həmən insanlardan uzaq durasınız. Əgər bir biznesə başlayırsınızsa, öz beyninizdə götür-qoy edin bu biznes haqqında. Əgər uyğundursa, bundan sonra mentor dəstəyi alaraq bu işə başlayın. Əmin olun ki, çox qısa bir müddətdə bu işə uğurlu addımlar ata biləcəksiniz. Yəni qısa olaraq belə deyə bilərik ki, bu işə başlamaq üçün gərək birinci növbədə peşəkarlardan konsultasiya, yəni məsləhət alasınız və ondan sonra düzgün şəkildə qərar verə biləsiniz ki, bu iş mənlikdir yoxsa yox. Daha sonra isə təbii ki, indi təlimlər belə deyim, hər yerdə tapmaq olar. Keyfiyyətli təlimi tapmaq çətindir və ən önəmli hissə isə təlimdən sonrakı dəstək xidmətidir ki, hansı ki, təlimi bitirəndən sonra sizin çətinliyiniz, suallarınız ola bilər. Artıq mentor dəstəyi həmin etapda sizə lazım olur. İstəyərdim növbəti sualımıza keçək. Adil bəy, növbəti sual belə bir sualdır ki, eBay-də uğur qazanmaq üçün hansı əsas bacarıqlar lazımdır? Burada uğur qazanmaq üçün çox da böyük bir bacarığa ehtiyac yoxdur. Əgər bir mentorla bu işə davam edirsinizsə, çox qısa bir müddətdə zaten bu işin professionalı ola biləcəksiniz. Nəyə görə bunu qeyd edirəm? Çünki siz mentorsuz bir şəkildə hər hansısa bir biznesə başlayırsınızsa, bu eBay olmaya da bilər zaten. Əmin olun ki, hər hansısa bir mənbədən davam edirsinizsə, uğursuz olacaqsınız. Nəyə görə? Çünki oralarda özünüz də yəqin ki, bilirsiniz. Müəyyən bir məlumatlar verirlər və kiçik bir məlumat var ki, onları qeyd etmirlər. Və bunun üçün də artıq hər hansısa bir kursa qatılmağa və yaxud da ki, bir mentor dəstəyinə ehtiyac duyulur. Ona görə də ən başdan tövsiyəm odur ki, bir mentorla davam etsinlər və əmin olsunlar ki, uğurlu olacaqlar. Yəni belə deyə bilərik ki, qısaca mentor dəstəyinin üstünlükləri onlardır ki, siz internetdə və yaxud da başqa yerlərdə bu məlumatı axtararkən günlərlə vaxt sərf edəcəksiniz. Amma mentor dəstəyi olanda anında həmin məlumat əlinizdə olur və kompakt şəkildə hər bir şey sizə daha rahat izah olunur. Eynən, bəli. Zaten məsəl üçün deyirəm, mən özüm başlayarkən bu işə sərmayəm olmadığına görə bu səhvi özüm etdim. Mən YouTube-da, digər mənbələrdə və digər sosial şəbəkələrdə bu işlərlə bağlı çoxlu məlumatlar axtarırdım və rahat 6 ay vaxtım getdi, amma dolğun nəticə əldə edə bilmədim. Və daha sonra elə Defcomes şirkətinə daxil oldum, kurslarla maraqlandım və kursu əldə etdikdən sonra gözəl nəticələri sırf bir ay içərisində başladım həyata keçirməyə. Əla, çox gözəl. Yəni siz birinci Defcomersə tələbə olmusunuz, amma artıq dəstək qrupunun rəhbərisiniz və təlimçi olaraq digər tələbələrə öyrədirsiniz və onlar da sizin kimi uğurlu nəticə əldə edirlər. Eynən, bəli. Mən 2022-ci ildə Defcomes şirkətində kurs almışam. Onlayn eBay dropshipping kursu aldım. Həm tələbə olduğuma görə mənim üçün ən uyğun olan o idi və gördüm ki, həqiqətən də gözəl nəticələr verdi mənə. Əla, çox gözəl. Təşəkkür edirəm belə dolğun cavab üçün. Bir də tələbələrdən gələn ən çox belə deyim sual budur ki, eBay dropshippingdə ən çox rastlanılan səhvlər hansılardır və bunlardan necə qaçınmaq olar? Ən çox rastlanılan səhvlər nələrdir? Əgər siz eBay dropshippingdə bir satıcı olaraq fəaliyyət göstərmək istəyirsinizsə, ümumiyyətlə eBay platformasına satıcı olaraq fəaliyyət göstərmək istəyirsinizsə, ilk növbədə əgər bir kursa yeni qatılmısınızsa, kursun materialları daxilində hərəkət etməlisiniz. Məsəl üçün, biz burada qeyd edirik ki, eBay-də satıcı kimi qeydiyyatdan keçməzdən öncə 4 gün çərəz toplamaq lazımdır. Çərəz nəyə deyilir? Çərəz ümumiyyətlə eBay-də gəzinməyə deyilir. Ümumiyyətlə, bir platformanı tanımazdan öncə orada bir vaxt keçirməlisiniz. Yəqin ki, özümüz də belə addımlar atırıq. Məsəl üçün, hər hansı bir platformanı tanımazdan öncə orada gəzinirik, baxırıq ki, bu nədir, burada məhsulların qiyməti nədir. Həmçinin biz bu vəsilə ilə həm eBay-i tanımış oluruq, həm də eBay-in güvənini qazanmış oluruq. Bəzi tələbələr isə bunu etmir, elə birbaşa eBay-ə qeydiyyatdan keçirlər, hər hansı bir mənbədən əldə etdiyi məlumatlar əsasında və hesabları ən başda suspend olur və həvəsdən düşərək bu işdən uzaqlaşılır. Elə ən böyük səhvlərdən biri də budur. Aydındır, çox sağ olun. Bəli, mən də rastlaşıram ümumiyyətlə bizdə tələbələr bununla bağlı bizə yazırlar, mənim özümə də yazırlar və bizim sadəcə cavabımız olur ki, təlimdə nə göstərilirsə, onun eyni ilə addımları atmalısınız ki, hər hansısa bir sorun olmasın. İndi isə istəyərdim ən əsas məsələlərdən biri olan məhsul seçiminə keçək. Məhsul seçimi necə aparılır və ən çox tələbat olunan məhsullar hansılardır?
Ümumiyyətlə eBay-dən söhbət gedirsə, ilk öncə bunu vurğulamalıyam ki, bu biznesə başlayarkən ağlınızda tutmayın ki, mən sırf misal çəkim, saat satacağam, ayaqqabı satacağam və yaxud da ki, hər hansısa bir geyim və yaxud da ki, ləvazimat satacağam. Belə deyil. eBay-in üstün tərəfi orasındadır ki, burada universal şəkildə hər bir əşyanı sata bilərsiniz. Məsələn, bir qıraqda xırdavat satarkən bir digər qıraqda yemək və yaxud da ki, qidayət hər bir şey sata bilərsiniz və buna uyğun olaraq bu yola davam etdikdə məhsul analitikasını da buna uyğun aparmalısınız. Bunun üçün bizim zaten dərs keçdiyimiz belə deyim platformalar var. Bunların elə ən birinci öndə gələni Zik analitik proqramıdır ki, orada doğru şəkildə məhsulun tapılmasını, axtarılmasını, daha çox qazanc verən məhsulu necə tapmaq lazımdır, hər bir nüansı zaten izah edirik və maksimum bu izah 15-20 dəqiqə çəkir ki, tələbə bizim dediyimiz taktiklərlə doğru məhsullar tapıb bu işə başlaya bilir. Aha, aydındır Adil bəy. Yəni ki, məhsul analizi demək olar ki, işimizin ən böyük hissəsini təşkil edir. Çünki burada bizim gəlirimiz məhsuldan gəlir. Və o məhsulu da biz düzgün şəkildə seçməliyik ki, dövriyyəmiz, gəlirimiz çox olsun və bunun üçün də məhsul analizini çox yaxşı şəkildə dərk etməyi öyrənmək lazımdır. İndi isə Adil bəy, hər kəsin maraqlılığını cəlb edən belə bir sual var ki, ümumiyyətlə eBay dropshippingdə reklam büdcəsi önəmlidirmi? Önəmlidirsə nə qədər reklam büdcəsi lazımdır? eBay-in reklam anlayışı ümumiyyətlə digər platformalardan çox fərqlidir və əlverişlidir. eBay-də siz məhsul paylaşdıqdan sonra sizə eBay iki cür seçənək təqdim edir. Əgər yeni satıcısınızsa, öz tövsiyəsi olaraq bunu sizdə aktivləşdirmir. Məsələn, orada bir bölüm var ki, məhsulu paylaşarkən faizlə reklama çıxartmaq bölməsi. Tutaq ki, məhsulumuzun qazancı $5-dır və orada eBay bizə təklif edir ki, sən bu məhsulu 8% reklama çıxartsan, daha uğurlu bir nəticə əldə edə bilərsən. Məsələn, biz eBay-in dediyi qayda ilə, tövsiyə ilə məhsulu reklama çıxardırıqsa, bizdən hər gün reklam xərci çıxmayacaq. Məhsul hansı günkü satılır, həmən gün bir dəfə olaraq həmən məhsuldan 18%, 17% və yaxud da ki, hər nə qədərsə bir reklam büdcəsi faizi təyin eləmişsə, o faizi çıxır və digəri isə bizim balansımıza əlavə olunur. Bir digəri reklam anlayışı isə nədir eBay-də? Orada bu anlayış əslində yeni yaranıb, bu proqrama yeni başlayıblar sözünüzün desəm. Sayt xarici reklamlar, artıq burada müəyyən bir büdcə təyin edirsiniz gündəlik və bu büdcənin əsasında sizin məhsullarınızı saytın xaricində reklama çıxardır və sayt xaricindən də sizə müştərilər gətirə bilirlər. Aydın Adil bəy, çox sağ olun. İki sualım yarandı. Yəni birinci sual odur ki, daxili reklamlarda komissiya faizini özümüz mü təyin edirik, yoxsa yox? Təbii ki, özümüz təyin edirik. Sadəcə eBay orada aşağıda bölüm olaraq qeyd edir ki, tövsiyəmiz budur ki, məsələn, 8% reklam büdcəsi təyin edəsiniz. Mənim əgər məhsuldan qazancım çoxdursa və məhsul daha tez satılmasını istəyirəmsə, artıq tövsiyədən kənara çıxaraq ya daha az və yaxud da ki, daha çox reklam faizi təyin edə bilərəm. Aydındır. Yəni ki, biz bu reklam faizi dedikdə bunu nəzərdə tuturuq ki, hansı ki, belə deyim, məhsulumuz tutaq ki, $12-dır. Bu $12-dan, yəni $12 məhsul bir dəfə satıldısa, $12-ın 18% və yaxud da 8%. Eynən, bəli. Nə reklam faizi təyin eləmisinizsə, həmən reklam faizi məhsul satıldıqdan sonra sizin büdcənizdən çıxılır. Sadəcə bir məhsul üçün çıxılır və həmən müddətə qədər də siz nə zaman ki reklamı deaktiv eləyəcəksiniz, həmən müddətə qədər sizin məhsulunuz reklama görə, sponsor olduğuna görə sıralamada birinci yerdə olacaq və bu isə çox üstünlük təşkil edir. Çox gözəl. Bir də dediniz ki, platformadan kənar reklamlar. Bunu biz özümüz eləyirik, yoxsa eBay-in bunun üçün bir xidməti var? Xeyr, eBay-in bunun üçün bir xidməti yoxdur. Zaten çox sadədir eBay-in interfeysi. Bizim üçün həmən bölümü özləri aktivləşdirir və qeyd edir ki, sən burada bir reklam büdcəsi təyin edirsən və biz sənin məhsulunu özümüz saytın xaricində reklam edirik və oradan sizə müştərilər gətiririk. Mənim bundan bağlı bir təcrübəm olub əslində. eBay-də bir məhsul paylaşmışdım. Bu məhsul tanınmamış bir məhsul idi. Sadəcə hisslərim mənə deyirdi ki və analiz nəticələrim mənə deyir ki, bu məhsul satacaq. Və mən buna düşündüm və qərara gəldim ki, sayt xarici bir reklam təyin edim. Gündəlik $8-lıq, $8.50 bir reklam büdcəsi təyin elədim və nəticə olaraq həmən məhsul birdən-birə başladı daha çox satmağa. Ondan sonra demək olar ki, Amerikada hal-hazırda ən çox satan məhsullar sırasında 3-cü yerdə gedir. Halloween məhsuludur. Həmçinin o məhsulu mən keçən ildə satırdım. Bu ildə və yenidən başlamışam satmağa. Çox gözəl, maraqlı hekayə idi. Bunu da belə deyim, izləyicilər
özləri üçün bir strategiya kimi kənarda qeyd edə bilərlər nə vaxtsa özləri satışa başlayanlar. Adil bəy, hər kəsə ən çox maraqlı olan sual var. Onu səsləndirmək istəyirəm. eBay dropshippingdə aylıq orta hesabla nə qədər qazanmaq mümkündür? Bunun açıqlamasını real olaraq qeyd edəcəm. Bu baxır sizin bu işi necə gördüyünüzə. Bu işi ikinci bir gəlir mənbəyi kimi görürsünüzsə, təbii ki, bu işdən orta bir qazanc əldə edə biləcəksiniz. Amma yox, bu işi siz əsas iş kimi qeyd edirsə, görürsünüzsə, həyata keçirirsə, o zaman çox gözəl nəticələr əldə edə bilərsiniz. Təqribi bir rəqəm istəsəniz belə qeyd edə bilərəm ki, siz əgər ikinci bir iş kimi bu işi görürsünüzsə, əlavə qazanc kimi görürsünüzsə, 300-800 dollar arası bir təqribi rəqəm deyə bilərəm. Əsas iş kimi görürsünüzsə artıq bu işi, burada bunu qeyd edə bilərəm ki, bir sərhəd və bir məhdudiyyət yoxdur. Nə qədər çox məhsul analitikası edəcəksiniz, o qədər də çox məhsuldan gəlir əldə edəcəksiniz. Aydındır. Yəni bu gəliri təqribi 1000 dollar, 3000 dollar arası demək olurmu? Bəli, demək Real olar, amma görsənir bu. əslində realdır, amma daha da çox qazanmaq olar. Hətta daha da çox. Aydındır. Təşəkkür edirəm səmimi cavabınız üçün. Bəzi şəxslər eBay-yə başlayarkən rəqabət çoxdur deyə düşünürlər və belə deyim də bundan çəkinirlər. Yeni başlayan biri nə etməlidir bunun üçün? İlk öncə bunu qeyd etmək istəyirəm ki, rəqabətdən çəkinmək anlayışı səhv bir anlayışdır. Biznes yönümlü bir düşüncə deyil. Ümumiyyətlə bunu da qeyd edim ki, əgər bir yerdə rəqabət yoxdursa, o yerdə bir gəlir əldə edə bilmərsiniz. Rəqabət olmalıdır ki, siz çox gözəl nəticələr əldə edə biləsiniz. Aydındır Adil bəy. Bəs yeni başlayan biri hansı addımlar atmalıdır bu rəqabətdə belə deyim qabağa düşmək üçün? Yeni başlayan biri necə eləməlidir? Birinci növbədə doğru məhsul tapmalıdır. İkinci növbədə tapdığı məhsulun bazarının nə qədər geniş olduğunu bilməlidir. Üçüncü növbədə əgər bazar çox genişdirsə, bazarda bacardığı qədər ən aşağı qiyməti təyin etməlidir ki, ona gözəl satışlar gətirsin həmin məhsul. Aydındır. Yəni sadə bir strategiyadır. Sadəcə onu tətbiq etmək lazımdır. Sualım ondan ibarət olacaq ki, eBay-də satıcı hesabı açılarkən hansı addımlar izlənilməlidir? İlk növbədə bir öncəki sualda da qeyd etdiyim kimi, çərəz toplanılmalıdır, eBay-də gəzilməlidir. Bir növbəti nüansı diqqətinizə çatdırsam, riskli provayderlərdən istifadə edilməməlidir. Telefon megabaytından istifadə etsəz ən güvənli metodlardan biridir. Yox, əgər buna büdcəniz çatmırsa, o zaman hər hansısa bir Wi-Fi-dan da istifadə edə bilərsiniz. Amma tövsiyəm orasındadır ki, restoranlarda, lanclarda və yaxud da ki, digər hər hansısa bir toplu olan yerlərdə, cəmiyyətin olduğu bölümlərdə Wi-Fi-yə qatılıb bu işi görməyəsiniz. Çünki burada artıq qısıtlamalar meydana gələcək. eBay-in dili ilə desək, suspendlər meydana gələ biləcək. Aha, yəni belə deyə bilərik ki, müəyyən addımlar var ki, o addımları atmasaq təlimə başlamazdan öncə hesabımız bloklana bilər, suspend ola bilər və biz də təbii ki, təlimlərdə həmin o hansı hallarda suspend olursa və bunların qarşısını necə almaq olar, hansı addımlar atmaq lazımdırsa, hamısını tələbələrə izah edirik. Qısaca, ümumiyyətlə, suspendlər haqqında belə məlumat verim ki, bu qorxuducu bir nüans deyil. Suspend olunduqdan sonra da zaten satışlara başlamaq olur. Sadəcə olaraq mentorsuz bu işə başlayanların əksəriyyətində hansı suspend növləri olur? Adı ilə qeyd edeyim ki, birbaşa account suspended yazılır. Bu nəyə görə olur? Deməli, siz əgər çərəz toplamamısınızsa və birbaşa eBay hesabı açmısınızsa, bununla qarşılaşa biləcəksiniz. Ən çox rast gəlinən suspend növlərindən biri budur, heç vaxt açılmır. Bir digər suspend növü isə MS999 adlandırılır. Bu isə internet şəbəkələrinə görə, provayderlərə görə riskli faktor daşıdığına görə olan suspend növlərindən biridir və bu suspenddə də heç cür eBay hesabı yenidən açıla bilmir. Gərək fərqli bir yöntəmlərlə biz sizin üçün yenidən eBay hesabının açılmasını həyata keçirək. Aydındır, aydındır. Bir də bir çox şəxsin bilmədiyi bir nüans var. eBay-in alqoritması. Yəni ən önəmli faktorlardan biridir. Bilmək istəyərdim. eBay-in alqoritması sizin məhsulunuzu hansı hallarda önə çıxarır? eBay-in alqoritmasında belə bir şey var ki, siz əgər yeni bir satıcısınızsa, eBay zaten sizə özü dəstək olur. Məsəl üçün, siz görür ki, yeni satışa başlamısınız və məhsulu yeni paylaşmısınız. Burada artıq reklama ehtiyac duymadan belə məhsulunuzu ön sıralara çıxarır və sizə dəstək olur ki, sizin mağazanız böyüsün və gözəl nəticələr əldə eləsin. Zaten eBay buna görə də siz yeni başlayarkən bir ziyan eləməyin deyə, daha az qazanmayın deyə iki faktordan istifadə edir. Burada ən əsas faktor nədir?
Sizin üçün orada reklam faiz büdcələrinin təyin edilməsini və sayt xarici reklamların aktivləşdirilməsini sizin hesabınız yeni olduğuna görə bir müddət göstərmir. Zaten ehtiyac da duyulmur. eBay sizə özü kömək olur və məhsulunuzu dediyim kimi önə çıxarır, gözəl nəticələr əldə edirsiniz. Əlavə olaraq müştəri sizə feedback, yəni bir rəy vermədiyi təqdirdə eBay özü avtomatik olaraq görür ki, məhsul artıq müştəriyə çatdırılıb, heç bir problem yoxdur. Müştərinin əvəzinə sizin üçün müsbət rəylər qeyd edir ki, mağazanız tanınsın və böyüsün. Aydın, yəni eBay müştərinin eləyəcəyi o feedbacki özü bizə verir ki, mağazamız sürətli bir şəkildə böyüməyə başlasın. Bəs ümumiyyətlə bu feedbacklər nə dərəcədə önəmlidir bir eBay-dəki satıcı üçün? İlk öncə feedbackin nə olduğunu qeyd edim. Bu müştərilərdən gələn rəylərə deyilir. Müsbət, neytral və yaxud da ki, mənfi rəylərə. Təbii ki, bir satıcı üçün ən önəmli olan nüans budur ki, neytral və mənfi feedbackin olmamasıdır. Çünki bu eBay hesabımıza mənfi təsir göstərə bilər. Feedback nə qədər çox olarsa, bizim müştərilər üçün güvənliyimiz o qədər də çox olur. Yəni müştərinin gözündə biz daha çox güvənli görsənik. Görür, o müştəri orada qeyd edir, görür ki, nə qədər insan, məsəl üçün 50 nəfər bu adama feedback veribsə, bu güvənli adamdır və mən bu adamdan məhsul ala bilərəm. Ümumiyyətlə bu işlə məşğul olan insanların ən çox qorxduğu risklər hansılardır və bunları necə idarə etmək olar? Ən çox qorxduğu risklərdən biri büdcə itirməkdir. Bunu bayaqki mövzumuzda bildiyim qədərilə qeyd etdim və danışdım. Və yenidən qeyd etmək istəyirəm ki, dropshippingdə itirmək anlayışı yoxdur, risk anlayışı yoxdur, büdcəm batacaq anlayışı yoxdur. Məhsuldur, satılmadı, siləcəyik və yenisini yenidən paylaşacağıq. Və yaxud da ki, məhsulum batacaq anlayışı. Biz stoklu satış həyata keçirmirik ki, bunun da nəticəsində bizim məhsulumuz batsın, itsin. Bir digər nüans isə uğursuz olmaqdır. İnsanlar bu işə başlamazdan öncə qeyd edirlər ki, mən uğursuz olacağam, qorxuram başlamağa. Buna görə də yaxşısı budur ki, ilk öncədən elə bu işə daxil olmayım. Elə deyil. Siz bir işə başlamadan bilə bilmərsiniz ki, ya uğurlu olacaqsınız, yoxsa uğursuz olacaqsınız. Əgər ağlınıza bunu qoymusunuzsa, təbii ki, uğurlu olmalısınız. Zaten hər şey düşüncədən başlayır. Doğru şəkildə düşünsəz, davam eləsəz, strateji şəkildə davam eləsəz və mentor dəstəyi ilə davam eləsəz, təbii ki, uğurlu ola biləcəksiniz. Doğru. Tamamilə razıyam sizinlə bu barədə. Adil bəy, axırıncı sualı spesifik olaraq sizin üçün seçmişəm. Ümumiyyətlə bilmək olarmı eBay dropshipping sizə karyeranızda və şəxsi həyatınızda hansı üstünlükləri qazandırdı? İlk öncə bunu qeyd edeyim ki, mən dropshippingə başlamazdan öncə çox qorxurdum, çəkinirdim. Ta ki, bu qorxu və çəkinmək bu işə başlayana qədər davam elədi. Ondan sonra mənim həyatımda çox böyük dəyişikliklər oldu. Mən əvvəl restoran meneceri olaraq fəaliyyət göstərirdim və bu işə başladıqdan tam 6 ay sonra öz işimi tərk etdim və başladım sərbəst şəkildə satışlarımı həyata keçirməyə, öz işimin müdiri olmağa. Təbii ki, həyatımda bir çox uğur əldə elədim. Avtomobilimi dəyişdim. Əlavə olaraq özümə daha çox vaxt ayırmağa başladım. Əvvəllər restoranda çalışarkən qısıtlı bir vaxtda özümə vaxt ayıra bilirdim. Qısıtlı bir zamanlarda istirahət edə bilirdim, amma indi elə deyil təbii ki. İndi sərbəst olduğuma görə həm sağlamlığıma fikir verirəm, əlavə olaraq doğru şəkildə qidalana bilirəm. Hobbilərimə başladım. Hobbilərimdən biri zaten tennis olduğuna görə artıq bununla məşğulam və günümün əksər hissəsini əyləncəyə ayırıram işdən də əlavə olaraq. Zaten bir çox gəncin xəyalını artıq özümdə həyata keçirməyə başlamışam. Aydındır. Çox sağ olun belə səmimi bir cavab verdiyiniz üçün. Yəni mənə elə gəlir ki, bu cavabınız bir çox gəncə bir ilham qaynağı olacaq və onlar da belə deyim də öz xəyallarını gerçəkləşdirmək üçün ilk addımı atmağa başlayacaqlar. Bugünkü podkastımızın sonuna gəldik. Adil bəyə də xüsusi təşəkkürlərimi bildirirəm bu gün bizimlə olduğu üçün. Növbəti videomuzda artıq Amazonla bağlı suallar səsləndiriləcək. Ona görə də əgər sizdə də hər hansısa bir sualınız varsa, maraqlı gələn sualınız varsa, onları rəy bölməsində yazın. Növbəti podkastımızda sizin suallarınızdan ən yaxşıları seçib səsləndirəcəyik. Videomuzun sonuna gəldik. Sağ olun, salamat qalın. Əgər bəyəndinizsə, bəyənməyi, abunə olmağı və rəy yazmağı unutmayın.